Nigar xanım, kosmetoloqları iki yerə ayırıram mən. Sırf dərini müalicə edənlər və sırf gözəlliyə fokuslananlar. Və siz hansısınız? Mən belə deyim də, bəzən olur ki, pasiyent yaxınlaşır, deyir ki, mən dodaq formamı dəyişmək istəyirəm, yanaq formamı dəyişmək istəyirəm, amma həmin pasiyentin üzündə hədsiz çox səpgilər olur, aknelər olur. Bir həkim olaraq düşünürəm ki, və həmin pasiyentlərə də məsləhətim budur ki, təbii ki, birinci o gözü narahat edən məqamları aradan qaldıraq, nəinki bu dodaq həcmini daha da çox böyüdək və yaxud da ki, yanağa forma verək, çənəyə forma verək. Pasiyentlərimə öz həkim məsləhətimi verirəm. Sağ olsunlar ki, demək olar ki, hamısı məni dinləyirlər, etap-etap getdikdə. Məsələn, birinci mən onların dərisini müalicə edirəm, dərisini gözəlləşdirirəm və sonra artıq başlayırıq estetik dəyişimlərə. Amma mən məsləhət görməzdim ki, əgər sizin dərinizdə problem varsa, dəri rəngi zəifdirsə, turqur yoxdursa, məsələn, mən bir dənə dodaq eləyim və bundan gözəl olacaq, xoşbəxt olacam. Elə bir deyim yoxdur. Hər şeyin öncəliyi var. Mənim üçün də öncəlik dərinin gözəl olmağıdır.